Beynəlxalq Mətbuat İnstitutu müstəqil medianın qlobal şəbəkəsi olaraq bəyanat yayıb və jurnalist Mizya Amaglobelinin dərhal azad edilməsini tələb edib. Şəbəkə Batumi Şəhər Məhkəməsinin Mizya Amaglobelinin həbsdə saxlanılması barədə çıxardığı qərardan dərin narahatlığını ifadə edib. Bəyanata dünyanın müxtəlif ölkələrindən 97 təşkilat və 242 jurnalist imza atıb. Onlar yalnız Mizya Amaglobelinin azad edilməsini deyil, həm də ona qarşı irəli sürülən əsassız ittihamların ləğvini və onunla pis rəftar edilməsi ilə bağlı müstəqil araşdırmanın aparılmasını tələb edirlər. Xatırladaq ki, Net Qazet və Batumelinin təsisçisi Mizya Amaglobeli məhkəmə qərarı ilə həbsdə saxlanılıb. Dünən keçirilən məhkəmə iclasında hakim Viktor Metreveli müvafiq qərarı elan edib.